Ən asan üsulla evdə dönər edirik. Edirik xəmirin hazırlanmasına. 3 stəkan su, 1 yemək qaşığı maya, 1 yemək qaşığı duz, 5 stəkan un. Xəmirimizi yoğururuq. Xəmirim hazırdır. Yarım saat mayalamağa qoyuram. Xəmirimiz çox gözəl mayalanıb, indi kündələr halına gətiririk. 4 ədəd kündəm oldu, indi bişirəcəm. Yuxalarımız hazırdır. Toyuq ətini ədviyyatlayıb qızardıram. İncə lay-lay doğradığım soğanlarım hazırdır. Və turşu, xiyar əlavə edəcəm. Hər ikisinə mayonezi əlavə etdim. Bol-bol qəşəng ətimi də əlavə elədim. Soğanlarımızı da əlavə elədim. Turşumu da əlavə etdim. Dönərlərimiz hazırdır.